İşgüzar səhər davam edir verilişimizin növbəti saatında nələrdən danışacağıq? Bilirsiniz ki, artıq Azərbaycanda bəzi saytların fəaliyyətində yaranmış fasilə ilə bağlı xəbərdarlıq edilib. Məlumatı geniş formada Zeynəb Nadirova çatdıracaq. Zeynəb, səni də yenidən salamlayıram. Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, ötən gün bəzi yerli saytlarda problem yarandı, girişində məhdudiyyət var idi və vurğulanan məlumat ondan ibarətdir ki, 9000-ə yaxın yerli saytın girişində problem yaşanmışdı. Elə bununla bağlı açıqlama var. Bu istiqamətdə məlumat verəcəyik. Qeyd eləyək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bununla bağlı informasiya verdi, açıqlama verdi. Bu istiqamətdə informasiyanı almaq üçün biz də elə quruma gəldik. Qurumun rəsmisi yanımızdadır. Onunla birgə məlumatları ötürəcəyik. Vurğulayaq ki, elə Cloudflare antidos xidmətindən istifadə eləyən saytların girişində problem oldu. Amma dövlət qurumlarının saytlarında heç bir çətinlik yox idi. Bu, elə dövlət xidməti tərəfindən mütəmadi olaraq 7/24 monitorinq olunur. Daha detallı şəkildə məlumatları elə qurumun rəsmisindən almaq istəyirəm. Elə vurğulayaq ki, şöbə müdürü Murad Balayev yanımızdadır. Ondan məlumatları alacağıq. Murad bəy, ötən gün bir sıra problemlər yaşandı. Bilirik, sizin də bunun istiqamətdə açıqlamanız var. Təbii ki, bəzi vətəndaşlar var ki, bu istiqamətdə məlumat onlara da lazımdır. Eşidək sizi. Salamlayıram hər bir kəsi. Məlumat üçün bildirim ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ölkəmizdə dövlət qurumlarının informasiya təhlükəsizliyinə cavabdeh qurum kimi həm xüsusi dövlət rabitəsi istiqamətində, həm də informasiya ehtiyatlarının davamlı monitorinqi istiqamətində 24/7 fəaliyyət göstərir və vurğuladığınız kimi son günlərdə Cloudflare antidos xidmətindən istifadə edən bir sıra informasiya ehtiyatlarında baş vermiş problem və qeyd elədiyiniz rəqəm onu göstərir ki, həqiqətən də bu istiqamətdə ölkəmizdə xüsusilə də özəl təşkilatların mühafizəsində ciddi risklər yaranır. Xoşbəxtlikdən dövlət qurumlarının təmin elədiyimiz Astednet şəbəkəsi və Qovaz hostinqi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən lokal antidos və digər şəbəkə təhlükəsizliyi ilə avadanlıqları vasitəsilə mühafizə olunur və bu da onu bir daha göstərdi ki, lokal mühafizənin təşkili nə dərəcədə önəmlidir. Cloudflare xidmətindən istifadə edən hətta bir sıra qlobal vendorlarda belə bu çöküş yaşandı və bu risklərdən savayı eyni zamanda bir milli informasiya təhlükəsizliyində milli suverenlik riskini də ortaya qoyur. Belə ki, informasiya ehtiyatlarını xarici xidmətlərdən istifadə edərək öz trafikini ölkə xaricinə daşıyan informasiya ehtiyatları sahibləri öz məlumatlarının qorunmasında əlavə riskləri meydana gətirir. Belə ki, əgər biz antidos xidmətindən danışırıqsa, burada Layer 7 səviyyəsindəki qorumada belə məlumatların açılıb oxunması, SSL dekript olunması əlavə risklər yaradır. Eyni zamanda hər hansı bir daxili nasazlıq baş verdikdə gətirdiyi fəsad qlobal məcrada mahiyyət daşıyır. Düzdür, hazırda Cloudflare-nin bu çöküşünün səbəbini fərqli ekspertlər və fərqli saytlar müxtəlif cür səciyyələndirir. Bəziləri konfigurasiya xətasının olduğunu qeyd edir, bəzi mənbələrdə bunun trafikin artıq yüklənməsi kimi qeyd olunur. Amma istənilən halda lokal mühafizə mütləqdir və Astednet şəbəkəsində biz bunu çox uğurlu şəkildə təmin edə bilirik. Təşəkkür edirəm məlumatlar üçün. Bəli, Çinarə, artıq problemin nədən qaynaqlandığını, eyni zamanda qorunması istiqamətində, bu problemin bir də yaşanmaması istiqamətində hansı addımların atıldığı ilə bağlı elə Murad Balayev məlumat verdi. Vurğulayaq ki, elə ötən gün saytlarda çökmə yaşanmışdı və biz də saytlardan kifayət qədər istifadə edən vətəndaşlar var ölkə ərazisində. Bu istiqamətdə də məlumatı çatdırmağa çalışdıq. Bizdən hələlik bu qədər. Söz yenidən sizdə. Təşəkkürümü bildirirəm Zeynəb məlumatı bölüşdüyünə görə.